İmam özü buyurur, İmam Rızanın öz sözüdür. Sizə mən çatdırıram bunu. Ki buyurur, kim məni bir dəfə ziyarət eləsə, bir dəfə mənim ziyarətimə gəlsə, mən 3 dəfə onun görüşünə gələrəm. Bunu ancaq İmam Rıza deyib, heç bir imam bu sözü deyib. Bir ölüm vaxtı, can verəndə, çətin məqamında ki, canı bədənindən ayrılır, tənha, tək, başında nə qədər adam olursa olsun, o vaxt insan tənha qalır. Neçə oğlu var, neçə qızı var, nə qədər qızılı var, sərvəti var, orada insan tənhadır və qüdrətsizdir. Xoş adamın halına ki, o çətin vaxtda birdən gözü işıqlana İmam Rızanın mübarək cəmalı ilə. Bu bir. İkincisi, sorğu-sual vaxtı. Qəbirdə sorğu-sual olunanda və qiyamətdə fərq yoxdur. Bu ikinci. Üçüncü də buyurur, siratdan keçəndə. Sirat körpüsündən keçəndə mən gəlib əlindən tutaram, qoymaram ayağı titrəsin.